Riyaziyyatdan Azərbaycan dilindən sıfırdayam, heç nə bilmirəm. Bu ildən hazırlığa gəlsəm yaxşı bal yığmağım mümkündürmü? Bu sualı o qədər çox eşidirəm ki, ona görə də gəlin sizə bir sirr verim. Mən özüm sıfırdan başlamağa ən böyük nümunəyəm. 9, 10, hətta 11-ci sinifin böyük bir hissəsi xarici imtahanlara hazırlaşmaqla keçir. Dim imtahanına girməyə isə son anda qərar vermişəm. Amma ekranda gördüyünüz kimi nəticəm kifayət qədər yaxşı oldu. Amma gəlin reallıqdan da danışaq. Təəssüf ki, əksər müəllimlər şagird sıfırda olanda onu hazırlığa götürmürlər. Təməli olmayan şagirdləri hazırlığa götürməkdən qaçırlar. Halbuki belə baxanda güclü şagirdlə işləməyə nə var ki? Əsl müəllim zəif uşaqlarla işləməyə bacaran və sıfırı zirvəyə qalxa bilən müəllimdir. Düzdür, çox oxumaq, çox çalışmaq lazımdır və bu sizdən asılıdır. Mən 11-ci sinifdə dəhşət çox oxuyurdum. Amma düzgün dərs metodları ilə ən zəif şagird belə xəyal etdiyi balı toplaya bilər. Və biz komandamızla numara kursunda tam olaraq buna inanırıq. Bizdə dərslər elə tamamilə təməldən sıfırdan başlayır. Yəni sən kifayət qədər çalışsan, heç nə mümkünsüz deyil. Əgər sən də sıfırdan görəsən necə başlayım, məndə alınarmı deyə düşünürsənsə, bu nömrəyə zəng elə. Birlikdə sıfırdan zirvəyə qalxaq.